Kərə yağı adı ilə satılan 3 adda məhsulun tərkibinə bitki yağının qatıldığı aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmamverdiyev Elman Sahiboğlu tərəfindən istehsal olunan natural, tac və Selskoya əmtəl nişanlı 82,5% yağlılıqda təbii kərə yağı adlı məhsullardan nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki yağı aşkarlanıb. Həmçinin məhsulda yağ turşuları üzrə də uyğunsuzluq üzə çıxıb. Agentlik tərəfindən həmin məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkar barəsində inzibati tədbir görülüb. Aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. O da qeyd edilib ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Çünki kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi göstərilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Beləliklə, istehlakçı bilməlidir ki, 82,5% yağlılıqda təbii kərə yağı adı ilə satılan və üzərində istifadə müddəti 7-si 11-ci ay 2024-cü il, 7-si 11-ci ay 2025-ci il və 23-ci 12-ci ay 2024-cü il, 23-ci 12-ci ay 2025-ci il yazılmış natural, üzərində istifadə müddəti 5-i 12-ci ay 2024-cü il, 5-i 12-ci ay 2025-ci il yazılmış tac və üzərində istifadə müddəti 13-i 12-ci ay 2024-cü il, 13-i 12-ci ay 2025-ci il yazılmış Selskoya yağlarının tərkibinə bitki yağı qatılıb.